Hacı Çələbi haqqında, onun fəaliyyəti haqqında öyrənmək. Əvvəl məlumat alaq və sonra baxaq, hansı üsuldan istifadə edərək biz bunu öyrənəcəyik. Müstəqil Azərbaycan dövləti olan Şəkil xanlığı 1743-1744-cü illər üsyanın nəticəsində yarandı. Xanlığın əsasını Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Hacı Çələbi qoymuşdur. Bu dövlətin yaranması Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası olmaqla yanaşı, müstəqillik və azadlıq ideyalarının yaşadılması deməkdir. Şəkil xanı Hacı Çələbi dövlətin ərazisini genişləndirmək və istiqlaliyyətini möhkəmləndirmək üçün Təbriz üzərinə yürüş etmişdir. Lakin Təbriz hakimi Əmir Aslan xan bu yürüşü qarşısına alır. Hacı Çələbi xan geri qayıtmalıdır. Sonra isə Qarabağa hücum edir. Qarabağın bir hissəsini ələ keçirsə də, Hacı Çələbi xan geniş Qarabağ ərazisini tuta bilmir. Qarabağ xanı Pənahəli xanının ciddi müqaviməti bu arzunu reallaşdırmağa imkan verir. Lakin Hacı Çələbi və müttəfiqi olan Şamaxı xanlığının birləşmiş qüvvələri xanlığın mərkəzi olan Bayat qalasını mühasirəyə ala bilirlər. Tarixə Bayat savaşı adı ilə daxil olan və bir aydan artıq davam edən döyüşlər Pənahəli xanın qələbəsi ilə nəticələnir. Müttəfiqlər heç bir uğur qazana bilməyib, geri çəkilməyə məcbur olur. Məğlub olandan sonra Gölün sol sahilinə çıxan Hacı Çələbi məydusluqla deyirdi. Pənahəli xan bugünəcən bir sikkəsiz gümüş idi. Biz gəldik, ona sikkə vurduq və qayıtdıq. Hacı Çələbi xan öz hakimiyyətini möhkəmləndirmək üçün ənənəvi nigah diplomatiyasına da əl atır. Bu üsulla o, Qazıqumun hakimi Məhəmməd Həsən xanın qızını oğlu Ağakişi bəyə alır. Qohumluq və müttəfiqlikdən istifadə edən Hacı Çələbi xan Qəbələ və Ərəş sultanlıqlarını da özündən asılı vəziyyətə salır. Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan digər dövlət xadimləri kimi Hacı Çələbi xan da Şəki xanlığının ərazisini genişləndirmək siyasətini istədiyi şəkildə həyata keçirə bilmir. Uşaq, yanlıqda qulaq asın. Nəsə əldə edebiliriz, hücum edir, nə iş görür. Bir də qısa da olsa məlumata qulaq asın. Amma sizin kitabınızda da var. İndi baxaq, görək Hacı Çələbinin fəaliyyətini necə biz tədqiq edirik. Bugün kiçik bir tədqiqat çıxarır. Uşaq, həndəsdə siz çoxlu figurlar tanıyırsınız, elə mi? Həndəs figurlar. Hansı həndəs figurlar tanıyırsınız? Hansı həndəs figurlar? Elmdə görürük. Kvadratdır, buddur, üçbucaqdır. Aha, aynen. Uşaq, hansı figurdur? Kvadrat. Daha nə deyək? Kub. 6 tərəfi. 6 tərəfi varsa, kubdur. İndi bax, fikir verirsiniz, bu kubun hər tərəfinə mən bir göstərici, qısa bir göstərici yazmışam. Qiymətləndi, təsviri, təhlili. Biz indi Hacı Çələbinin fəaliyyətinə bu kubun 6 tərəfi kimi müxtəlif nöqteyi nəzərlərdən yanaşacaq və Hacı Çələbinin fəaliyyətini hər tərəfli tədqiq edəcək. Ona görə də indi mən qruplara yaxınlaşdıqca hərəniz bu göstəricilərdən birini seçirsiniz və bununla da istiqamətinizi müəyyənləşdirirsiniz. Sonra buna uyğun sizə kiçik vərəqləri verəcək. Buyurun, seçin. Yapışdım demək. İstiqamətinizi seçirsiniz. Nəsə olur? Nə istəyirsən? Müqayisə edərsiniz. Siz bəhbəkliyoruz. Bu sizin istiqamətiniz sadəcə olaraq. Şuna lübnəyə baxırsınızsa, demək biz istiqaməti müəyyənləşdirik. Hacı Çələbini kimisi müqayisə edəcək, kimisi onun fəaliyyətini təhlil edəcək, kimisi təsvir edəcək. İndi sizə buna uyğun olaraq iş vərəqələri paylanacaq. Təhlil edin. Şuna iş vərəqələrində diqqət olmalısınız. Tapşırıq oluruz və təqdimat forması da var. Kimdə yazı işarəsi varsa, qələm işarəsi, demək onu yazacaq. Kimdə şifahi işarəsi varsa, demək ki, o yazmayacaq, onu şifahi bizə təqdim edəcək. Sizinki hansıdır?
xilas edeyim. Belə bir şey yazırıq. Başka çözücü olmuyor. Təbrizə hücumu müsbət qiymətləndirsin, Qarabağa hücum mənfi qiymətləndirici güclərin mübarizənin nəticəsini deyəcəksə, Qızılqaya xəyanətində Hacı Çələbinin rolu müsbət, yəni xanlıqların azad edilməsi. Hazır olan qrupa var. Ən çətin ikinci qrupun işidir, çünki burada onlar az qala tətbiqi sənəd işi gözləyirlər. Yaxşı. Siz tamamlayın o qruplar işlərini təqdim edəcək. Birinci qrup artıq hazırdır. Daha hansı qruplar hazır uşaqlar? Siz də hazırsınız. Müqayisə qrupu ilə yazılıb uşaqlar. Vaxt bitir. Təqdimatlı vaxt. İndi hər kəs diqqətli olun. Öz işini, yəni yardıqlıdırsa o işini asacaq növbədə işini təqdim edəcək. Qrupadan bir nəfər izahat versin. Ola bilsin ki, bu yoldaşlar bunu əlavə edə bilirlər. Uşaqlar, təqdimat zamanı hamı qulaq asır. Çünki ola bilsin ki, kimsə burada səhv ifadə işlətdirir ya, bəlkə sizə xoşunuza gəlməyən bir söz dedi, onu düzəltməyə ehtiyac var. Aydındır? Bax. Birinci qrup gəlsin. Buyurun. Mahmuddan olun. Uşaqlar, kimin işi hazırdırsa, əgər assın, sonra təqdimata gələr. Əyləşin, əyləşin. Birinci kursdan işi kim təqdim edildi? Gəl bölüm oğlum. İşinizi göstər. Sizə nə tapışdın? Bəlkə lisahədə? Biz 1743-cü ildə yaranan Hacı Çələbinin Şəki xanlığının cədvəl əsasında təhlil edəcək. O ilk olaraq Təbrizə yürüyüş etmişdir. Bu hadisə 1748-ci ildə təsadüf edir. Hacı Çələbi burada məğlub olaraq geri qayıtmışdır. Həmin ildə Qarabağda yürüyüş etmişdir və burada da məğlub olmuşdur. Bundan əvvəl 1750-ci ildə Qazaq Borçalı mahallarını öz məharətlə Azərbaycan torpaqlarına geri qayıtmışdır. Və 1752-ci ildə Cəz cəmaatını İraq milinin zülmündən xilas etmişdir. Siz onu belə təhlil ediniz ki, bu işlər əsas demək onun işi nədən ibarət oldu? Bunlardan da əsas bir nəticə çıxartmaq olar ki, Hacı Çələbi Şəki xanlığını yaradaraq Azərbaycanın vahid halda birləşdirmək istəmişdir. Sizin yoldaşınıza bir sözünüz var, əlavəniz var? Çox sağ olun. 1755-ci ildə Hacı Çələbi Şamaxıya hücum edib və nəticədə məğlub olaraq geri qayıtmışdır. Demək, Hacı Çələbinin Şamaxıya yürüyüşü də var, amma nədənsə sizin qruplarına yardım edin. Əli düzgün uşaqlar dedi. 55-ci ildə olan belə şey var. Çox sağ olun. Qaldınızın sözünüz? Mənə deyilən olar ki, Borçalı əvvəllər Nadir Şahın dövründə Nadir Şahını Gürcülərə vermişdi. Sonra bizə Hacı Çələbi onu öz hüquqlarımızı geri qaytardı. Onu qeyd eləmişsiniz, bəli, Qazaq Borçalının özündən artıq. Çox sağ olun. Uşaqlar, sizin sözünüz var, birinci qrupunda təhlillər və genəz əlavəniz var. Başqa qrup. Ləman, nəsə demək istəyir? Cömert deyə bilərəm.
bilərdi ki, Azərbaycan, o vahid Azərbaycan dövlətini istəyirdi birləşdirsin, lakin onun bu yeritdiyi siyasət düzgün başa çatmadı. Yəni birləşdirə bilmədi, torpaqlarımızı birləşdirə bilmədi. Bu da yaxşı fikirdir. Var əlavə. Sonra vaxtımız azı gəlin, göstərib söz verir, sonra sizə nəsə ciddi sözün varsa bunu. Ciddi deyəndə yanından çıxır, Qarabağda bu yürüyüş həm də tarixdə görkəmli Bayat Savaşı. Ay son, Bayat Savaşı adı ilə tarixə düşür. Yaxşı, ikinci qrup, sizin iştirakı hazır. Gəlin izah edin. Onu adım var, şurada göstərəcəm mən. Sən gəl. Sizin işiniz beləydir. Kontur xəritədə rəhni qarandaşların köməyi ilə mühacirətin fəaliyyətini təhdid eləməlidir. Siz bax, nə eləmişsiniz orada? Onu bizə izah edin. Yəni biz xəritədə həmçələrin hücumlarına tətbiq etmişik. Burada hücumun xəritəyə istiqaməti təhdid eləmişsiniz. Oxlar vasitəsilə. Burada Qarabağa, Təbrizə və Şamaxıya hücumlarını oxlarla, ulduzlarla göstərmişik. O Təbrizə, Şamaxıya hücum edib, yalnız hücumu baş tutmayıb, yəni ala bilməyib, lakin Qarabağın bir hissəsini almışdır. Bu tarihi aldığımız ərazilər isə öz ərazinə, öz torpaqlarına qatılıq torpaqlardır. Qazaq, Şəmşəddin, Carbalakan, Borçalı. Borçalını isə xüsusilə işarə edilməmizin səbəbi isə odur ki, Borçalını vaxtı Gürcülər almışdı və hər Çələbi isə böyük müvəffəqiyyətlə Borçalını öz torpağımız geri almışdı. Siz Hacılərin ən böyük fəaliyyəti hesab edirsiniz ki, Borçalının qaytarması xüsusi təqdirə layiqdir. Yaxşı, uşaqlar, əlavəniz var mı Cömər? Əlavə onu deyirlər ki, Gürcülərin aldığı torpaqlar dedik. Xeyr, Gürcülər buranı işğal eləməmişdi və buranın adi şəh onlara bəxşiş kimi verilmişdi. Mən bir də Qazağı da qeyd edirlər ki, Qazaq da Gürcülərə verilmişdi. Gürcülərə verilmişdi, bəxşiş kimi və orada geri alıb, Qazağı da gərək xüsusi bir şeylə göstərəydin, qeyd eləyəydin, ev yox. Çox sağ ol, yaxşı. Başqa qrupun sözü yoxdur ki? Mən demək olardı ki, bu Qazaq və Borçalının qaytarılması əsasən Qızılqaya xəyanətindən sonra, Gürcülərlə mübarizədən daha sonra o Qazaq və Borçalını geri qaytarmışdır. Üçüncü qrup. Üçüncü qrupun işi. Üçüncü qrupun işi, döküyə baxırıq nədir? Urmiya xanımın Fətəli xan Əfşarla müqayisə etməliydik. Buyur. Hər ikisinin oxşar cəhəti o fikir, hər ikisi Təbrizə hücum etmişdi, eyni zamanda Qarabağa yürüyüş etmişdi. Oxşar cəhətlərin biri budur. Bundan başqa hadisələri və Fətəli xan Əfşar arasında fərqli cəhətlər. Hadisələri Təbrizə hücum etsə də onu ələ keçirə bilməmişdi. Eyni zamanda Qarabağda tam işğal oluna bilməmişdi. Bundan başqa ən böyük hadisələrin fəaliyyətində müsbət cəhət odur ki, Qazaq, Borçalı, Şəmşəddin vilayətlərini geri qaytıra bilmişdi və Kartçarı 2-ci İraqini yerində oturda bilmişdi. Bundan başqa 1755-ci ildə Şamaxıya hücum etmişdi, lakin yenə də bunun mühəndisi vardı. Fətəli xan Əfşar isə Marağa, Sərab, Xoy xanlıqlarını Urmiya xanlığına asılı sala bilmişdi və o daha çox hücum stratejiyasından fərqli olaraq ittifaqa daha çox önəmli verilmişdi. Hansı ittifaqa meyil eləyən ən çox? Fətəli xan yoxsa Çələbi? Fətəli xan daha çox ittifaq meyilli idi. İttifaq meyilli idi, amma Hacıçələbi ittifaqa meyil eləmədi. Hacıçələbi ittifaq bağlamaqdan hücum edib asılı salmağa daha üstün tutdu, lakin burada uğur qazana bilmədi.